Burada ailələr 3 qismə bölünür. Onu da deyim. Bəzi ailələrdə aqressiv, kişi aqressiv, xanım aqressiv. Bəzi ailələrdə kişi aqressiv, xanım fəaliyyətsiz, sakit və yaxud da əksinə. Bəli. Kişi sakit, xanım aqressiv. Bəzi ailələrdə hər ikisi fəaliyyətsiz, sakit. Hansı yaxşıdır? Heç bir yaxşı deyil. Əgər kişi aqressiv olsa, qadın aqressiv olsa, o ailədə dava, qırğın, müharibə olacaq. İkinci dünya müharibəsi olacaq. Huzur, sakitlik olmasa. Kişi aqressiv olsa, xanım fəaliyyətsiz, sakit olsa, o ailə nə başlayacaq? O ailə kişi deyər, xanım salsa ürəyinə. Despotlıq yaranır. O qədər xanım yığar, xanımda nevrozluq yaranacaq, sağlamlığı aradan gedəcək. Və ya əksinə, kişi sakit, xanım aqressiv olsa, kişi ürək partlamaq verəcək. Amma hər ikisi fəaliyyətsiz olsa da, bu da yaxşı deyil. Çünki hər öz həyatındadır, öz aləmdə yaşayacaq. Orada nə sevgi, nə qayğı, nə qığılcım yoxdur orada. Hər öz həyatını yaşayacaq. Çünki isti münasibət olmayacaq da, ünsiyyət olmayacaq orada. Dördüncü bir metodu var, bu yaxşıdır. Bu budur ki, əgər tərəflərdən biri aqressivdirsə, ya kişi ya xanım aqressivdirsə, sözünü deyirsə, qışqırırsa və yaxud haqsızlıq hörmətsiz edirsə, xanım və yaxud kişi o anda reaksiya verməsin. Çünki odun üzərində benzin tökməsinlər, reaksiya verməyin yeri yoxdur. Amma başqa bir sakit bir zamanda kişi ya xanım bir-birinə desən ki, bax, o zaman mənə hörmətsiz elədin, haqqıma girdin, o düz eləmədin. Sənin o elədiyin məni narahat elədi, məni incitdi. Xahişim budur ki, onu eləməyəsən, o sözü deməyəsən, o hərəkət etməyəsən. Bunu başqa zaman desə, yəni o söz ürəyində qalmasın, o sözünü bəyan eləsin, doğru düzgün bəyan eləsin, ürəyində qalmasın. Onda o problem həll olub gedəcək inşallah.